Salam uşaqlar, 7-ci sinifə aid KSG 5 paylaşıram. Gəlin başlayaq. Birinci sualımız belədir. Ставьте нужный предлог. Burada söz önlüyün tapmalıyıq. Много песен и легенд сложил народ о чем? Об озере Baykal. Nə haqqında? Baykal gölü haqqında demək istəyiriksə biz o yox, ob olmalıdır uşaqlar. O чем deyiriksə, məsələn, об озере Baykal deməli. Çünki bu predlogun qoy mən bu şəkildə yazım. Burada ob olmalıdır. Ob. Niyə? Çünki niyə o yazmırıq? Çünki burada ozera sözü saytla başlayır deyə. Ona görə də biz ob yazmalıyıq. Məsələn, burada samitlə başlayarsa, məsələn, Baykalda o, Baykali deyə yaza bilərik. Amma burada ozera sözü odan başlayır. Ona görə biz ob seçirik. İkinci. Выберите верный вариант. Мне понравилось это. Və burada sifətlər var və bir dənə də isim var burada. Pesnya sözü. Мне понравилась эта песня. Bu mahnı mənim xoşuma gəldi. İndi sifətə sual verməliyik. Песня какая? Русская, народная. Мне понравилась эта русская народная песня. Deməli, burada ая və я. C variantı. Фразеологизм стоять над душой означает стоять над душой. Yəni, belə deyək də, maneə törətmək. Bu şəkildə də надоедать, мешать. Дальше, dördüncü sualımıza keçək. Выберите верный вариант. К нам в школу пригласили. Burada уже cəmdə olacaq. К нам в школу пригласили писателей. Писателей каких? Современных. Məktəbimizə deməli müasir şairləri çağırmışdılar, dəvət etmişdilər deyə. Yəni tək halda yox, burada уже cəmdə şairlər. Пятое. Выберите верный вариант. На уроке математики я с трудом решил что? Задачу. Задачу какую? Сложную. Bax, belə sual da verə bilərsiniz. Tez də tapa bilərsiniz. На уроке математики я с трудом решил сложную задачу. Дальше. 6-da. Укажите существительные женского рода. Qadın cinsinə aid deməli sözləri seçməliyik. Gəlin baxaq. Моя фотография и моя прогулка. Burada çünki юноша burada kişi cinsindədir. İstisnadır znamya. Мой словарь. Burada da kişi cinsi. Znamya da məylə bitir. Burada orta cinsi, sredni rodda. 1 və 5-dirsə burada B variantıdır. 7-də вставьте нужный предлог. Burada da biz söz önləyin. Ученики стремятся к чему? К знаниям. Дальше. Эти газеты я купил в киоске. В киоске каком? Новом книжном. Ом yazılır. В новом книжном киоске. Deməli burada gəlin baxaq. Hansı cavab düzdür? Yuxarı qaldırım. Deməli, эти газеты я купил в новом книжном киоске. Çünki kiosk burada kişi cinsindədir. Ona görə də в каком киоске deyə в новом книжном deyə deməli sual veririk. Составьте предложение из данных слов. Cümlə quraq. Вчера, dünən. Biz, мы, с друзьями, dostlarımla. Harda olduq? Na premyeri spektakля. A variantı. Dünən axşam biz deməli tamaşanın premyerasındaydık. 10-cu sual. Выберите верный вариант. Занятия проходят в классе. В классе. Занятия проходят в классе. İndi bunun sonluqlarını tapmalıyıq. Necə? В классе каком? В большом светлом классе. Занятия проходят в большом светлом классе. Deməli, o burada düzdür. Sağ olun. Görüşərik.